bu filmdən uzaq dur. Yox, əgər baxacaqsansa, yanında mütləq kimsə olsun. Şoka düşsən, səni ayıldan olsun. Odur ki, popcorn, şirniyyatları yaxın elə, axşama top film var. Filmdə psixoloji problemi olan bir qızdan söhbət gedir. İlk dəqiqədən film sakit görünsə də, amma sonra dəhşət baş verir. Anasını diri-diri öldürür. 1918-ci il 1-ci Dünya müharibəsi ərəfəsidir. İnsanlar İspan qripi pandemiyasında boğulurlar. Lakin bu xaosun ortasında Texasın ucqar bir fermasında gənc bir qız öz xəyallarını yaşadır. O xəyalların arkasında qəddar bir insan durur. Özünə inanırsansa və qorxmursansa, mütləq vaxt itirmədən mənim Telegram səhifəmə daxil ol. Mitofilm bir filmi paylaşmışam. IMDb 7.0. Bəs siz hansı manyaklardan filmi sevirsiniz? Yazın. Və bu filmin adı Pearl. Bu filmə baxandan sonra ikinci hissəyə də baxın. X. Mitofilm məsləhət görür top film.